Hər vaxtınız xeyir əziz basketbol həvəskarları. Rebound verilişi növbəti buraxılışı ilə efirdədir. Bu verilişimizdə də yerli və dünya basketbol arenalarında baş verən ən son yenilikləri müzakirə edəcəyik. Təbii ki, hazırda yerli basketbol həvəskarları arasında əsas aktual mövzu ölkə kubokunda NTD-nin çempionluğudur. Elə bunu nəzərə alaraq qonaqlarımız da Tahir Baxşıyev, NTD klubunun baş məşqçisi, eyni zamanda NTD klubunun köməkçi məşqçisi Polad Həsənov qonağımızdır. Xoş gəlmisiniz. Xoş gördük. Tahir müəllim, ilk olaraq təbrik edirəm sizi çempionluq münasibəti ilə. Əslində bir qədər gözlənilməz oldu açığı, lakin həm komandanın, oyunçuların özünə inamı, eyni zamanda məşqçi olaraq sizin taktiki gedişləriniz öz sözünü dedi. Başlayaq ondan ki, çempion olmaq, xüsusilə ölkə kubokunu qazanmaq necə hissdir? Çox gözəl hissdir. Əlbəttə, bunun üçün uşaqlar meydançıda çox işlədilər. Yarım final da çox çətin oldu. Neftçi çox yaxşı komandadır. Keçən ilin kubokun çempionudur. Ona görə bilirdik ki, çətin olacaq. Ancaq buna baxmayaraq, yenə deyirəm, uşaqlar əlindən gələni elədilər. Məqsədləri, inamları, istəkləri, hər şey çox böyük motivasiyası var idi. Ona görə də məncə bu qələbə bizim oldu. Əslində finalda da asan rəqib düşmədi, Gəncə üzərində qalib gəldiniz. Mən istərdim təfərrüatlara keçmədən əvvəl sujet var. Sujeti izləyək, daha sonra ətraflı müzakirə edəcəyik. Basketbol üzrə Azərbaycan kubokunda mövsümə yekun vurulub. Bakı İdman Sarayında final maçı keçirilib. İdman TV ilə canlı yayımlanan oyunda NTD ilə Gəncə komandaları üzrə gəlib. İlk hissə Gəncə klubunun qismən üstünlüyü şəraitinə keçib. Fasiləyə 44-40 hesabı ilə üstün yollanan Halil Atlı'nın komandası ikinci hissəyə də fəal başlayıb. Lakin 3-cü periodun ortalarından etibarən NTD təşəbbüsə gələnib və vəziyyəti öz xeyrinə dəyişib. 4-cü bölümdə də Tahir Baxşıyevin komandası daha inamlı çıxışı ilə diqqət çəkib. Xüsusilə də Bakı klubunun heyətində Dertek Browning 21 xal toplayaraq komandasının qələbəsində böyük pay sahib olub. Beləliklə də finalda Gəncəni 81-72 hesabı ilə məğlub edən NTD tarixində ilk dəfə Azərbaycan kubokunun qalibi olub. Maraqlıdır ki, bu komandalar 2023-cü ildə də ölkə kubokunun həlledici görüşünü oynamaq imkanı əldə etmiş və həmin maçda Gəncə qalib gəlmişdi. Ötən mövsüm isə Neftçi turnirin baş mükafatına sahib çıxmışdı. Sujeti də izlədik, çox maraqlı görüntülər idi və təbii ki, indi biz basketbol azarkeşləri olaraq bir seviniriksə, həm siz, eyni zamanda elə basketbolçuların özləri ilə görüntülərdə də hiss olunurdu. Əslində Gəncə üzərində 81-72 qələbə oldu Tahir müəllim və bundan əvvəl də 2023-cü ildə siz qarşı üz-üzə gəlmişdiniz. Mən istərdim indi həmin 2023-cü ildə görüşdən danışacağıq. Ondan davam edək ki, yəni Gəncə B qrupunda da kifayət qədər iddialıdır, asan rəqib deyil. Çətin olmadı ki? Çox çətin oldu. Siz bilirsiniz, kubokda çempionatdan fərqli 3 əcnəbi oyuncu, 2 yerli oyuncu oynayır və orada yığmanın oyuncuları oynayır. Elşaddır, Cəbraildir. Biz bilirdik ki, finala çıxan komanda biz nə qədər istəyirdik, mən bilirəm ki, onlar da o qədər istəyirdilər də. Ancaq yenə deyirəm, uşaqların o uduzan vaxtı 13 xal fərq oldu, biz geri qalmışdıq, ancaq uşaqlar əllərini aşağı salmadılar. 3-cü perioddan sonra daha da motivasiyalı çıxdılar və bu öz bəhrəsini verdi. Gəncə oyunu qıra bilmədi. Biz də axıra kimi oyunu necə əlimizə götürdük, axıra kimi elə apardıq və qalib gəldik. 2 il bundan qabaq bizə daha çox şans verdilər çempion olmağa. Bu il bizə biraz outsider kimi baxırdılar. Ancaq hər şey kağızda olmur da, hər şey meydançadadır. Ona görə yenə bütün komandanı təbrik edirəm. Yekunda bəli, İnam Əzim öz sözünü dedi. Polad bəy, biz az əvvəl 2023-cü ildə qarşılaşmadan danışdıq və orada komanda məğlub oldu. Müqayisə üçün götürsək, yəni hansı daha çətin idi?
Valla sən bilirsən, son həm 2023-də, həm də indi bu axırıncı kubok oyununda ikisi də finaldır. 2023-dəki oyunda biz uzatmaya getmişdik. Uzatmalar sonunda məğlub olduq. Keçən il də iddialıydıq. Böyle Tahir müəllim dediyi kimi, düz siz də dediyi kimi iddialı görsənmirdik. Amma bizim məqsədimiz çempion olmaq idi. Allah'a şükür də ki, ona nail olduq. Müqayisə üçün yəni iki oyunda həqiqətən də çox çəkişməli oyun idi və biz 3-cü periodda 13 xal geriyə düşdük və geri dönməsini bacardıq və onu da o xalı da əlimizdə saxlayıb Allah'a çox şükür ki, çempionluğa nail olduq. Yəni nəyə görə deyirəm çətinlik məsələsi? Çünki az əvvəl Tahir bəy özü də vurğuladı ki, əslində 2023-də bizə daha çox şans var idi və bəli. Yəni hazırda da oyunu izləyənlər də yəqin ki, mənimlə razılaşarlar. 3-cü perioda qədər yəni Gəncə pis, yəni təsir bağışlamırdı, hətta irəlidə deyillər. Yəni nə baş verdi oyun dəyişində? Siz məşqçi olaraq, yəni o deyir mətbəxin içində olmusunuz da. Hətta bir nüans var. Biz birinci finalda olanda 15-20 xal ucurduq deyəsən. Biz 15-20 xaldan gəldik, oyunu uzatmaya apardıq. Yəni biz oyunda da eyni proses baş vermişdi. Burada da 13 xal, 3-cü periodda bizdə biraz sıxıntı var. Oyun cəhətdən. 3-cü perioda bəzən yaxşı başlayırıq, bəzən pis başlayırıq. Həqiqətən də yaxşı başlamadıq, amma həm oyunçuların inamı, həqiqətən oyunçular, məşqçi heyəti, həkim, yəni biz inanırdıq ki, biz buradan geri dönüş edəcəyik və onu da bacardıq. Tahir bəy, həmin Gəncə, yəni daha çətin rəqibdir sizin üçün, yoxsa hazırki qalib gəldiyiniz Gəncə? İndi belə yada salmaq çətindir. Yox, belə oyundan görsənirdi ki, 2 gün bundan qabaq bizim üçün çox çətin idi. 13 xal olanda time-out'a girdik və oyunun nəyi dəyişdi? Birə-bir müdafiəni zona müdafiəsi ilə dəyişiklik elədi və bu öz bəhrəsini verdi. Uşaqlar öz pozisiyalarında çox yaxşı vuruşdular. Bir-biri ilə danışdılar, bu əsasdır komandada. Ona görə çətin də olsa qalib gəldik. Polad dedi, yadıma doğrudan düşdü, o 2 il bundan qabaq eyni bir şeydir. Eyni bir şey. 15-20 xala çox irəlidə idilər. Gəlib çata bildi. Bəli. Və hətta uzatmaya apardıq. Uzatmaya aparsaq da uduzduq. Sonda bu dəfə əlimizdən verə bilməzdik bu şansı. Və hətta xatırlayıram ki, uzatmaya getməmişdən qabaq da bu axırda səhv elədik, ondan sonra uzatmaya getdi. 2 xal nəsə buraxdı. Uzatmaya getdi. Və bəzən yəni nə qədər baş məşqçi olaraq siz yəqin ki, təhsil eləyirsiniz, nə qədər yəni taktiki, eyni zamanda oyunun gedişlərini hesablasan da öncədən, oyun ərəfəsində, maç ərəfəsində bəzən gözlənilməz yəni hadisələr baş verir. Elə nümunə olaraq 3-cü perioda qədər də əslində yəni Gəncə sizin hesabladığınız kimi çıxış etmir. Yəni bu dəyişiklik, yəni siz nə dediniz oyunçulara? Yəni o inamı yəqin ki, o baş məşqçinin üzərinə çox böyük yük düşür. Mən bilirəm, əsas orada uşaqların özlərinə inamı qaldırmaqdır ki, əllərini salmasınlar. Bəli, bu psixoloji da cəhətdən çətindir, 13 xal uduzursan, fikirləşirsən ki, daha yaxşı çıxış edəcəksən. Ancaq bu da bizim komandanın, bu oyunçuların gücünü göstərdi ki, bunlar əllərini salmadılar, axıra kimi vuruşub, qalib gələ bildilər. Belə. Əslində, bundan əvvəl siz yəni Neftçini güclü komandaları keçə bildiniz əslində və onlardan bir də Neftçi məncə mənə görə kubokun favoriti idi Neftçi. Çünki orada Sabahı getdilər, həm də milli komandamızın kapitanı Amil Həmzəyev faktoru var. Birinci illəri biz 3 ildir. Açığı hər kəs gözləyirdi ki, yəni səmimi yəni desək, yəni Neftçi çempion olacaq, amma orada Kamran da oynayır, Yığman əsas heyətlərdə. Bizdə də Əkbər Məmmudov oynayır, amma onun yanında da biz əsas gənc oyunçularımızdan biri Murad Babayev olmadı, təəssüf ki. Amma daha bir gənc oyunçuya Tahir müəllim güvəndi, şans verdi, inandı
Oğuzhan Quliyevdən danışırıq. Özü də gördüyünüz finalda həqiqətən də çox kömək elədi komandamıza. Yəni 16 yaşı var. 16 yaşı var, ancaq. yəni 16 yaş uşaq. Həm Neftçi oyununda Kamran Məmmədov qarşı çox yaxşı müdafiə göstərdi. Defensdə, həm də Gəncə oyunda da məncə burada həm kuboku qazandıq, həm də bir dəyərli bir Gəncə qazandıq biz. Və maraqlıdır, yəni Neftçini NTD nəyin hesabına keçdi? Çünki özünüz də bildirdiniz ki, həm heyətləri potensialları kifayət qədər yüksəkdir və çempionluğa əsas favorit idi. Nə qədər ki, NTD yəni favorit göstərilmirdi, yəni müqayisə üçün. Və yəni komanda hər kəsi yanıltmağı bacardı. Yəni maraqlıdır. Mən düşünürəm ki, izləyicilərə də maraqlı olar. Yəni NTD Neftçinin nəyin hesabına keçdi? Əlbəttə, mən belə seçmək istəmirəm, ancaq Dietrich'in oyunu Neftçi ilə çox ekstra demək olar ki, oyunu göstərdi. 41 xal belə oyunda vurmaq möhtəşəmdir. Əlbəttə, uşaqlar da bunu gördülər və əlindən gələni eləyirdilər, kömək eləyirdilər. Heç kəs, yenə deyirəm, axıra kimi vuruşurdu. Elə Oğuzdan götürsək, Oğuz 16 yaşlı uşaq Azərbaycan yığmasının əsas qurucu oyunçu ilə qarşı oynayırdı. Onun Kamranın böyük bir təcrübəsi var, ancaq ona baxmayaraq Oğuz əsas müdafiədə çox özünü yaxşı göstərdi və çətin də olsa çox çətin idi də oradan qalib gələ bildik. Əslində çempionatın özündə də, yəni kuboku nəzərdə tutmuram, 41 xal, yəni Sumqayıtın oyunçusu idi, səhv etmirəmsə. 44 xal. 44 xal, yəni rekord qırmağı bacarmışdı. Eyni zamanda kubokda inanmıram. Yəni bu keçən mövsüm xatırlayırsınız belə? Xeyr, belə bir şey olmayıb, yox. Olmayıb. Yəni həqiqətən də Dietrich Browning möhtəşəm oynadı. Həqiqətən möhtəşəm oynadı. Yəni oyunçusu idi, ancaq Neftçi ilə oyunda çox ekstra oynadı. Həm o, onunla bərabər Amerikalı oyunçular və bizim Azərbaycan oyunçular həqiqətən də bir bütün olduq. Qələbəyə inandıq, çempionluğa inandıq və onu da biz başardıq, belə deyək. Əslində Tahir bəy, kubokda 2 limit var da, yəni 2 oyunçu heyətdə olmalıdır. Yəni bunun fərqi oldumu oyunlar əsnasında? Əlbəttə, bütün yəni rəqibləri də nəzərdə tutur. Onlar üçün də, bizim də üçün də bu dəyişiklikdir. 4-1-də məncə daha sürətli oyun görsənir. Ancaq Neftçi ilə Gəncə oyunda məncə sürətlər çox yaxşı idi. Çünki bütün komandalar iddialı idi ki, çempion olmağa. Kubokun da müsbət cəhəti ondadır ki, Azərbaycanlı oyunçulara daha çox şans verilir. Bu da onlar üçün təcrübədir. Gələcəkdə yığma üçün də daha müsbət cəhətdir. Nə qədər belə yarışlar, nə qədər onlar çox meydançada çıxış edəcəklər. Əlbəttə, gələcəkdə bu hər şey yığma üçün də müsbət. Əslində, Tahir bəy, yerli oyunçulardan danışmışkən, yəni yerli oyunçuların çıxışını necə qiymətləndirirsiniz və tandem olaraq, yəni tandem təşkil edə bilirdilərmi? Keçən Gəncənin oyunun Elşad Şəhzadov çox yaxşı oyun göstərdi. Baxmayaraq ki, Azərbaycanlıdır, biz indi öyrəşmişik ki, legionerlər daha çox xal gətirir, ancaq komandanın ən xalqan oyunçusu oldu, 17 xal. Amil eynisi Neftçidə oynadı, bəli, Amil eynisi ilə Amerikalıdan. Ona görə əlbəttə deyirəm, bu qədər nə qədər belə onlar olsa, bu Azərbaycanlı oyunçulara şansdır və onlar öz bunu dəyəndirilənib, öz ən yaxşı oyunu göstərməlidir ki, gələcəkdə yenə mən milli məşqçisi kimi də seçim eləyəndə bilim ki, bunlar hazırdılar. Əslində, Polad bəy, çox maraqlıdır, düzdür, köməkçi məşqçilər adətən bir qədər arxa planda olsalar da, amma komandaya kifayət qədər böyük dəstəkləri olur və gələcəyin də eyni zamanda bir baş məşqçisi baxımından, yəni yaxşı mənada addımdır irəliyə atılan və bu kubok oyunundan sonra, yəni sizin xüsusi olaraq belə bir qırağa yazdığınız oyunçu varmı ki, hansı ki, yəni bunu indi Tahir müəllimlə də məsləhətləşib, yəni heyətə
daha çox şans vermək baxımından? Şans verməm. Bu kubokun reqlamenti elədir ki, yəni hər məşqçinin, hər yəni komandanın məşqçinin öz planları var. Biz daha çox rotasiya eləməyərək o komanda dərinliyini saxlayıb o oyunçular üzərindən biz getdik. Yəni düşünürəm ki, o da bizə yəni biz orada daha yararlı oldu bizə bu rotasiya az eləyib. Əsas o 3 oyuncuya güvənmək. Düz o birisi oyunculardan da Quentin Campbell həm ofensiv olaraq kubokda daha çox xeyir verməsə də, amma defensiv olaraq hər zaman görəndə komandaya bir üstün bir defensiv tərəflərini göstərir. Oyunçu yazmaq, mən səmimi desəm, yəni həm Neftçi oyunu, həm kubok oyunu oyunlardan qabaq, Neftçi oyundan qabaq, Detlef Brovnik'in o bədən dili deyək, onu göstərir ki, bu Neftçi oyununa tam fərqli şəkildə gəlib. Yəni, o da oyunda göstərdi. Eyni zamanda Tyre Boykin də Gəncə oyununda. Yəni düz indi ön planda Detrikdir, amma həm Kevin Allen'dir, həm Tyre'dir, həm məsələn Campbell, həmçinin dedim ki, defensiv saytda. Məsələn Əkbər Məmmədovun bu oyunu məsələn 14 xal, 14 rebound, Neftçinin oyunda, yəni 2 oyun double edir Əkbər Məmmədov. Yəni təbii ki, bu da yəni oyunçunun nə dərəcədə hazırlanmağıdır. Həm bizim oyundan qabaq Tahir müəllimin danışıqlarıdır, komanda olaraq necə bir motivasiya siz bir yaxları vurğuladınız. Bəzən bu taktiki məsələlər düzdür, hazırlaşırsan, edirsən. Amma gözlənilən kimi gəlməsə də önəmli olan o inisiativi oyunçular özlərində hiss edib, o istək, əzmkarlığı hiss edib, onunla da oynamaq o böyük bir üstünlükdür. Əslində Polad bəy, düzdür, çempionluq o deyir, zirvəyə qalxmaq çox asandır. Yəni zirvədə qalmaq çox çətindir. Düzdür, indi çempion oldunuz, bu sevindirici haldır və nəzərə alaq ki, keçən il Neftçi çempionluqdan sonra bir qədər elə bir euforiya yaşayırdı komanda və bu da onun oyunlarına müəyyən mənada təsir elədi. Yəni ümid eləyə belə olmaz. Yox, olmayacaq. Olmayacaq. Yəni mən İstəmərik ki, olsun. İstəmərik olsun. Əlbəttə bu yenə də mən Polad oyunçularla danışırıq. Bizdə onlar professional, onlar bilirlər ki, kubok oldu. Bəli, bir gün sevindi. Qabaqda ayrı planlar var, çempionat var və bütün fokus sabahdan çempionata yönələcək. Ona görə mən uşaqları tanıyıram və bilirəm ki, onlarda belə bir boşluq olmaz. Siz dediniz, bütün fokus sabahdan çempionata yönələcək. Elə sabahdan söz düşmüşkən, sabah rəqibiniz olsaydı yarım finalda, yəni sizcə fərq eləmir. Gedişat nə göstərər? Komanda çempion olmaq istəyir. Bəli, 4 dəfə uduzmuşuq mövsümdə. Ancaq yarım final oyunları biraz fərqli olur. Motivasiya tərəfindən, hər bir tərəfdən. Ona görə belə oyunlar nə qədər komanda, ayrı komandada güclü olmasa, Avropa çempionatlarında da görmüşük. Kimsə lider hansısa komandanı sayırdı, ancaq bu heç də göstərmirdi və belə oyunlar məncə oyunçuların əsas motivasiya, istəyi və əlbəttə bu istək də alınmalıdır. Alınmasa, oyun getməsə heç nə, ancaq bizdə bu potensial var, sabahla oynaya bilərik. Və Tahir bəy, siz dediniz sabaha 4 dəfə məğlub olmusunuz. Əslində bu limit məsələsi də burada var. İndi orada 4-1-dir. Nəzərə alaq ki, kubokda bir qədər yəni fərqlidir oyunçu limiti. Yəni 2 yerli oyunçu ilə sizcə yəni sabaha qalib gəlmək? Yox, indi onu fikirləşib birdən belə şey eləmək olmur. Onlarda da çox güclü oyunçular var, yerli oyunçular var. Sabah doğrudan da bugünkü gündə öz heyətində çox güclü oyunçularla, yaxşı məşqçilərin, mənim məşqçim olub, Primus Kurtinaitis. Ona görə Avrokuboklarda oynayır. Əlbəttə, çempionatın lider kimi sabah gedir. Ancaq o biri komandalar
şəklində. O bir komandaları deyə bilmərəm, özümüzdən danışaq. Biz bu çempionata qoşuluruqsa, çempion olmaq istəmirsə, onda nəyimizə lazımdır? Ona görə bizim fikrimiz kim olur olsun, bəli, udadı bilər, uduzadı bilər, ancaq məqsəd həmişə birdir, qalib gəlməkdir və 2 ay qalıb, 2 ay göstərəcək. Əslində biz gələcək planlardan siz az əvvəl danışdınız və ölkə kubokunun qalibi olaraq Polad bəy, yəni komandanın Avrokuboklara yollanma perspektivindən istərdim danışaq. Çünki belə olduğu təqdirdə, yəni Avropa arenasında nə dərəcədə hazırıq çıxış etməyə? Sən danışsan mən Tahir bəy, Ən mən də çox, sən danış. yox, bu hər şey maliyyə Bəli. şeydir. Əlbəttə sponsorlar olsa, bugünkü heyətlə bizə çox çətin olacaq. Ancaq heyətə çox yox, biraz dəyişikliklər eləsək, əlbəttə niyə də yox, nə qədər çox NTD olmasın, fərq eləmir. Neftçi olsun, sərhədçi olsun, Gəncə olsun, kim Azərbaycan beynəlxalq yarışlarda, arenada nə qədər çox biz orada iştirak eləsək, o qədər çox Azərbaycan basketbolunu tanıyacaqlar. Gələcəkdə Liqamız daha belə rəqabətli ola tanınma bilər. baxımından. siz bilirsiniz, futbolda da bu var, hamı bilir, basketbolda da elə bir şey var ki, tanımayan çempionata, tanımayan ölkələrə biraz əcnəbi oyunçuları gətirmək də çətin olur. O qədər olub ki, bizdə Poladla demək olar kontraktı bağlı yox. Maliyyə uyğun gəlir. Maliyyə uyğun gəlir komandaya. Həqiqətən maliyyə uyğun gəlir, amma oyunçu seçimini o qədər də başqa yerə tanımırlar. edilir. Ancaq nə qədər sabah kimi yenə deyirəm, bizim klublar Avro çempionatlarda, Avro liqalarda, Avro kuboklarda bizi təmsil eləsələr, ya biz təmsil eləsək, o qədər bizi daha çox tanıyacaqlar və bizə də bir Azərbaycan ayrı-ayrı klublarına asan olacaq daha yaxşı əcnəbi oyunçuları dəvət eləmək və bununla da Azərbaycan çempionatının daha rəqabətli olacaq. Rəqabətini, gözəlliyini və Təbii ki, sürətini. yəni klubların yəni dünya arenalarına açılması, yəni ölkəmizin basketbolda inkişaf eləməsinə xüsusi tövhəsi ola bilər. Bu mənada düz vurğuladınız. Eyni zamanda transfer edəndə də seçim məsələsi bir qədər. Nəinki basketbolda, elə futbolda digərlərində. Yəni gələndə baxır ki, idmançı, yəni mən hara gedirəm, hansı kluba gedirəm, hansı çempionatda oynayacağam. Yəni çempionatın inkişaf baxımından çox yaxşıdır. Suallarımız çoxdur. Yəni lakin hal-hazırda rejissorumuz bildirir ki, reklam fasiləmiz var, izləyək geridən. Bəli, qısa fasilədən sonra yenidən qarşınızdayıq. Polad bəy, əslində mövsümə komanda, yəni çempionatdan mən istərdim bir qədər davam edək. Elə də yaxşı başlamamışdı. Və A qrupundakı mövqeyi də nəzər yetirsək, düzdür, bir qədər tam olaraq ürək açan deyil vəziyyət. Amma hər halda sonradan toparlanmağı bacardınız. Başlanğıcımız həqiqətən yaxşı olmadı. Çünki biz Tahir müəllimlə sezon əvvəli başlamışdıq. Yəni düşüncəmiz oydu ki, rookie oyunçu dediyimiz cavan oyunçu, yəni Amerikada yeni kollec bitirmiş oyunçuları cəlb edib daha belə dinamik formada, yəni daha belə çox hücuma meyilli, yəni hücum reboundlardan sonra, yəni transition dediyimiz oyununu belə daha çox oynatmaq istəyirdik. Yəni gözləntiyimiz nəticəni əldə edə bilmədik, gözləntiyimiz olmadı. Yəni oyunçular belə deyim, istədiyimiz performansı göstərə bilmədilər. Və sonunda Tahir müəllimlə qərar aldıq ki, bizə yəni təcrübəli oyunçular daha kömək edəcək. Ona görə də həm oturduq bir yerdə həm Detrick Browningdir, Tyree Boykin'dir, Kevin Allen'dir, həm bizim birinci ildən olan Quentin Campbell. 2 oyuncumuzu saxladıq, 2 gənc oyuncumuz. Çünki bütün oyunçular hamısı gənc oyunçular idi. 2 oyunçular saxladıq, yəni onların daha çox potensialına güvəndiyimiz üçün saxladıq onları və gətirdiyimiz oyunçuları da həqiqətən də özləri məsələn Detrick keçən ilin Gürcüstan çempionatında MVP-si olub, final oyununun MVP-si olub. Tyree Boykin keçən illəri Gürcüstan kubokunda MVP olub, səhv eləmirəmsə. Yəni həm Kevin olsun, həm Detrick olsun, həm ki olsun, yəni onlar öz
təcrübələrini gətirdilər komandamıza. Düzdür, liqada istədiyimiz yerdə deyildik. Əslində sözünüzə qüvvət, kubokda nəticəni gördük. Bəli, nəticəni gördük, çünki həqiqətən də onların təcrübəsi çox kömək elədi bizə. Yəni belə deyə bilərəm. Liqadakı istədiyimiz yerdə deyilik, amma düşünürəm ki, yəni əslində hələ şanslar qabaqdadır. Hər şey qabaqdadır. Çünki qabaqdan play-in gəlir, sonra play-offlardır. Yəni əsasında birinci məqsədimiz yavaş-yavaş, yəni addım-addım. Buna qədər səhv eləyə bilərik, bundan sonra səhv eləyə bilmərik. Eyni zamanda xüsusi hazırki məqamda artıq ölkə kubokunda geriyə, bəli. Yəni tək addımımız var. Yəni geriyə addım yoxdur. Və maraqlıdır, çempionatdakı indi düzdür, irəlidə biz play-indən, play-offdan danışacağıq. Ümumi götürsək, hədəflər nədən ibarətdir? Çünki ölkə kubokunda artıq qarşıya qoyulan əsas hədəf, yəni başa çatdı, missiya tamamlandı. Missiya tamamlandı. Biz 2 ildir 3-cü yerdə oluruq. 3-cü yer, bəli. Ancaq mən belə keçən ildə, ondan qabaqki ildə həmişə demişəm ki, NTD elə klubdur ki, həmişə iddialıdır çempionluğa. Bizim klubumuzun prezidenti Baxram Abdizyanov həmişə deyirdi ki, mənim üçün təkcə birinci yer var, ikinci yer ya 10-cu yer mənə fərq eləmir. Bəli, NTD 5 dəfə Azərbaycan çempionu olub bundan qabaq. Ancaq bu axırıncı 3 ildə federasiya tərəfindən böyük bir işlər görülüb və çempionatın marağı, gücü çox yüksəlib. Güc nisbəti artıq bir qədər. Bəli, çox bir qədər yox, çox artıq. Ona görə belə bir çempionatda əlbəttə çempion olmaq ya kuboku götürmək bizim üçün çox vacibdir və məqsədlər dəyişmir. Yəni deyirəm, kubok olduq, o qaldı tarixdə. Bizim qabağımızda işlərimiz var və məqsəd yenidir. Nə qədər alınacaq bilmirəm, ancaq hər şey əlimizdən gələni eləyəcəyik ki, əlbəttə çempionluğa. Tahir bəy, mövsümə əgər yaxşı başlasaydı, sizcə hazırda play-off zonasında ola bilərdinizmi? Ola bilər, ancaq keçən ildə, ondan qabaqda ildə biz play-offdan başladıq. Play-in oynamamışdıq. Play-in oynamamışdıq. 2 dəfə də 3-cü yer tutduq. Bəlkə bu dəfə play-in oynasaq daha yaxşı oyun göstərdik. Keçən ildə birinci, ikinci yerdən çıxırdıq, oynamırdıq. Ancaq məncə baxırıq da. Birinci nağılımız qutardı. Yəni o geridə qaldı. Əsas nağılımız nağılımıza fokuslanmalıyıq. Ümumiyyətlə gedişat progresi ilə davam edək. Gedişat yəni indiki vəziyyətdə kuboku qoyuram qırağa. Yəni qane edir. Yəni son dəyişikliklərdən sonra düzdür, indi bəzi məğlubiyyətlər aldıq. Amma həm bu kubokdakı olan o və ruhiyyə məncə biz onunla daha belə bütünləşib həm play-inə ondan sonraki mərhələni daha yaxşı çıxış edəcəyik. Mən buna inanıram, yəni inanırıq biz. Elə siz özünüz əhval-ruhiyyəyə toxundunuz və hazırda da yəni motivasiya pik nöqtədədir komandada. Ümid edək ki, yəni bu motivasiya müsbət mənada təsir eləyəcək oyuna da. Play-offlardan mən istərdim danışaq və siz play-ində çıxış edəcəksiniz. Yəni özünüz də bildirdiniz ki, bəlkə də belə daha düşərli olar. Yəni nə gözləyirsiniz oyunlardan? Play-ində elə bəlli deyil. Axırıncı turumuz var. Belə göründüyümüzdən ya Abşeronla ya Sumqayıtla düşəcəyik. Sumqayıtla oynamamışıq. Abşeronla çempionatda 2 dəfə məğlub olmuşuq. 2 dəfə qalib gəlmişik. Ona görə şanslarımız var. Baxmayaraq play-indəyik, baxmayaraq ki 6-cı yerdəyik bugünkü gün. Ancaq şanslarımız var. Bu motivasiyanı da əsas axıra kimi qoruyub saxlasaq, məncə hər şey yaxşı olacaq. Çox maraqlıdır Tahir bəy. Yəni kubokla çempionatın fərqindən danışdıqda biz limit məsələsinə toxunduq. Yəni bu limit məsələsi oyuna təsir edə bilərmi, yəni play-ində? Biz öyrəşmişik. Bu çempionat bütün demək olar ki 19 ilə oyun 4-1 ilə oynamışıq və heç bir təsir olmayacaq. Biraz kubok oyunlarda bizdə çətinlik olduq. Çünki 4-1, 4-1 sonra bir qədər
dəyişiklik eləməlisən. 3-2 biraz taktikada da, hər şeydə, müdafiədə də bəlkə bir ayrı şeyləri seçim eləməlisən. Ancaq çempionatda yəni məqsəd qalib gəlməkdir. Çünki o çempionatda uduzsan, sən elə bil axırıncı yer tutsan da sən şansların var. Ancaq play-ində, play-offda uduzsan, çıxırsan. Ona görə səhv eləməyə şansımız olmamalıdır. yoxdur, bəli. Əslində gözləyməsin, tandem olaraq çox yaxşı tandem təşkil edirsiniz. Heç olurmu ki, aranızda belə yəni müəyyən razılığa gəlməmək məsələləri olur, lakin sonradan yoluna qoyursunuz? Yox, belə Fikir belə ayrılıqları. spor əlbəttə olmalıdır. Olmalıdır, Bu bəli. olmasa bir şey yox, olmalıdır. O təmiz çox az olur ki, belə bir şey olsun, ancaq olmalıdır. Biz prezident Olmasa inkişaf olmaz. Ha, əlbəttə. Olmasa inkişaf olmaz. Nəsə danışırıq. Yəni Polad deyir belə burada, mən deyirəm bəlkə burada belə eləsək, nəsə dəyişiklik. Ona görə iş də daha maraqlı gedir belə olanda. Yeri gəlmişkən növbəti mövsüm üçün yəqin ki müəyyən planlar var və siz az əvvəl bildirdiniz ki, yəni legioner oyunçular gələndən sonra komandanın oyununda da müəyyən dəyişikliklər oldu. Yəni ümumiyyətlə siyahı varmı ki, kimləri gətirmək istəyirsiniz, kimlər gəlsə daha yaxşı olar? Məncə bu barədə danışmaq çox tezdir həqiqətən də. Çünki bizim indi qarşımızda həm də son tur oyunumuz var. Həm də ki, əsas fokusumuz indi play-indir. Yəni pillə-pillə getmək istəyirik inşallah. Yəni indidən onu danışmaq biraz çətindir. Və əslində Ən çox komandalar sezon bitəndən sonra geriyə baxıb nələr etmişik, məsələn hansı bölgədə səhvlərimiz olub, o bölgəyə bu oyunçu yoxsa və yaxud da başqa oyunçu gətirmək düşüncəsini yəni fikri ilə yaşayır. Yəni indi bu sezon davam etdikcə bu fikirdə biraz yanaşma məncə doğru deyil. oyunçuların da əldən qaçma məsələsi var da. Bəli, çünki çox oyunçu da məsələn oyunçuya indi təklif edirəm, çox oyunçu mənə görə 90% hamısı deyir ki, sezon bitəndən sonra. Hər halda Hər oyunçunun da özünün məqsədi var, bəlkə də daha bir yüksək liqaya gedir. Çünki burada çox olub. Yəni son 2-3 ildə oyunçular gəlib ki, yəni özlərini burada yaxşı göstərib daha belə yuxarı liqalara gediblər. hər halda zaman göstərəcək. Bəli, zaman göstərəcək. Komandanın da inkişafı üçün yeni oyunçuların gəlməsini də siz daha düzgün bilərsiniz. Və son vaxtlar əsas prioritet olan mövzu da U12 liqasıdır və elə oyunları da biz verilişdən də əvvəl söhbət elədik. Kifayət qədər maraqlıdır, baxmayaraq ki, yəni yaşları az olmaqlarına baxmayaraq çox belə maraqlı oyun göstərməyi bacarırlar. Və əslində komandaya oyunçu cəlb etmək baxımından, yəni həm milli komanda olsun, həm klublar olsun. Nə dərəcədə yəni bu lazımlıdır Tahir bəy? Bu çempionat çox super keçir. Mən vaxtım olanda həmişə 3 tur olub, bir turda mən özüm gedib oyunları izləmişəm. Çox maraqlıdır. Bu cavan oyunçular üçün əlbəttə böyük bir təcrübədir və nə qədər onlar tez bu basketbola belə yarışlara başlasa, nə qədər çox belə oyunlar olsa, əlbəttə onlar üçün daha yaxşı olacaq. Təşkilat da çox superdir federasiya tərəfindən. Doğrudan da əsl var bizim çempionat. Böyüklərdə demək olar ki, onlarda heç də bizdən geri qalmır. Çox maraqlı hər oyunlar xal hesabında 1-2 xalla belə qurtarır. Axıra kimi çox belə gərgin oyunlar olur. Əlbəttə bir yığma məşqçisi kimi gələcəkdə belə oyunçulardan nə qədər çox olsa seçim eləməkdə, yığmaya, əsl yığmadan qabaq da U16 var, U18 var, U20 var. Əlbəttə bu uşaqlar bütün bu yarışlarda iştirak eləsə, gələcəkdə çox gözəl yığma komandamız olacaq. Tahir bəy, heç oyunları izləyərkən olurmu ki, yəni baxırsınız hansı oyunçunun çıxışı xoşunuza gəlir, deyirsiniz ki, bu yəni kaş böyük alardı, mənim komandamda çıxış edərdi. Əlbəttə, elə oyunçular inanın U12-də çoxdur. Həqiqətən çoxdur. Doğrudan çoxdur. Həqiqətən çoxdur. Hər oyunçu biraz 12 yaşında biraz tez demək, ancaq yenə deyirəm, buradan onlara da səslənirəm ki, nə qədər çox öz üzərində işləsələr, nə qədər çox
məşqçinin dediyini qulaq assalar, düzgün eləsələr, gələcəkdə çoxunun şansı var yığmaya düşməyə və əsas yığmaya düşmək hər bir oyunçunun ən böyük istəyidir. Ona görə uşaqlara hamısına uğurlar arzulayıram. Basketboldan qalmasınlar, basketbolla məşğul olsunlar. Bir sözlə Çox məşqlərə çalışsınlar. ciddi Bəli, yanaşma, çox çalışma çalışsınlar. lazımdır. Əslində motivasiya da bu mənada çox önəmlidir. Çünki elə klubların oyunçuları baxımından, həm məşqçilər baxımından heç belə bir təklif varmı ki, məsələn, master klass keçmək və yaxud onlarla görüşmək, motivasiya olmaq, vermək? Gələcəyə yönəlik. Məncə irəlidə bunu eləmək olar. Mənim də özüm oyunlara gedib baxıram. Demək olar ki, hər oyunlara gedib baxıram mən. Çox maraqlıdır həqiqətən. Yəni zövq alıram o liqadan. Bəzi klublarımızın adı nədir, oyunçuları gəlib baxırlar oyunlara, bir növ dəstək olmağa çalışırlar. Həm də motivasiyadır o. Bəli, çox motivasiyadır. Hətta bizim oyunda da, bizim final oyunda da bizim U12 komandamız gəlmişdi bizə dəstək olmağa. Uşaqlar hamısı gəlmişdilər yəni. Biz də inşallah onlar finala çıxsınlar. Bizim də elə bir planımız olacaq. Biz də onları dəstəkləyərik. Ümid edək. Və düzdür, indi hal-hazırda biz 12 liqasından danışırıq. Bu mənada, yəni digər yaş kateqoriyaları da var ki, bu 14 ola bilər, 16 ola bilər. Yəni bunların yaradılması nə dərəcədə? Bizdə gedir ya. Yox, yaşda gedir bizdə. 14 də var, 16 da var. U12 niyə belə maraq oldu? Bundan qabaq yox idi. Əsas o U14 idi, U15. Yəni daha doğrusu olması nə dərəcədə, yəni inkişaf baxımından önəmlidir. Məsələn, yaş kateqoriyalarında. Onlar hamısı var, gedirlər. Çempionatı var, hamısı yarışları var. Deyirəm, biz bu U12 biz həmişə gözləyirdik 14-dən başlayaq, ancaq bu dəfə 12-dən başladıq və doğrudan da çox gözəl alındı. Gələcəkdə mən istəyərdim 10 yaşından da başlayaq. Böyük belə turnirlər olmasın, balaca turnirlərlə, U8, çünki onlar nə qədər tez başlasalar, nə qədər tez qaydaları bilsələr, nə qədər tez sudyalara öyrəşsələr, bu fitlərə öyrəşsələr, hər şey bu əlbəttə onların oyunlarına gələcəkdə təsir edəcək və yenə deyirəm, əsas bu hər şey Azərbaycan basketbolu üçün böyük bir müsbət cəhətdir. Əslində həm olması, həm bu liqanın olması bir yaxud dediyiniz kimi olması həm milli komanda üçün, həm də ki liqamız üçün oyunçu bazasını çoxaltmaq deməkdir bunlar hamısı. Hətta müəyyən mərhələdə, yəni az əvvəl onu demək istəyirdim Tahir bəy. Məsəl üçün 12 liqası var, artıq 14, 16, yəni oyunçu 12-də oynayıb müəyyən fasilə verir. 14 oynayacaq, 16 oynayacaq, 18 oynayacaq. Bu böyük bir inkişaf yoludur həqiqətən həmin uşaqlar üçün. Çünki hər il bu uşaqlar 14, 16 davamlı yarışda olacaqlar. Yəni həm yığma komanda üçün içlərindən ola bilər məsələn. İndi yığma elə bir yerdir ki, ora ən yaxşılar orada oynayırlar. Həm də ki, liqamız üçün oyunçu bazasını daha çox çoxaltmaq. Elə nə bilmək olar, bəlkə də gələcəkdə bizim öz yetişdirdiyimiz idmançılar, basketbolçular Avroliqanın niyə də olmasın, əsas inanmaq lazımdır. Klublarında çıxış edərlər, milli komandamız üçün də, yəni kifayət qədər çox önəmlidir. Elə Avroliqadan danışmışkən kanalımız vasitəsilə, İdman TV vasitəsilə biz oyunları canlı olaraq basketbol sevərlərə təqdim edirik. Yəqin ki, siz də izləyirsiniz oyunları. Bəli, çox izləyirik. Biz indi hal-hazırda artıq orada 32-ci tur geridə qalıb. Onun müzakirəsini aparmadan əvvəl sujet var. Sujeti izləyək, daha sonra geri dönəcəyik. Basketbolçuların Avroliqa yarışında 32-ci tura start verilib. İdman TV ilə canlı yayımlanan oyunda Olympiakos Pireyda Monako ilə qarşılaşıb. Son iki maçda məğlub olan Yunanistan təmsilçisi yenə də azarkeşlərini məyus edib. Georgios Bartsokasın komandası ilk bölümdə inamsız təsir bağışlasa da, fasiləyə qədər vəziyyətin xeyrinə dəyişə bilib. Üçüncü periodda meydan sahibləri nəzarəti altında keçib. Lakin son bölümdə Knyazlı klubu yenidən fəallığı artırıb. Nəticədə lider Olympiakosu 80-77 hesabı ilə məğlub edən Monako turnirdə ardıcıl 3-cü qələbəsini qazanıb. Görüşün ən məhsuldar basketbolçusu Aleksandr Vezenkov olub. Olympiakosun Bolqaristanlı forvardı 21 xal toplayıb.
Barcelona da səfərdən qələbə ilə qayıdıb. İtaliyada Olimpia Milano'nun qonağı olan Kataloniya təmsilçisi ilk hissəni 11 xal fərqi ilə öndə başa vurub. İkinci hissədə İspaniya klubu rəqibinə fərq azaltmağa imkan verməyib. Olimpia Milano, Barcelona 88-98. Turun digər oyunlarına gəlincə Bavariya Münxendə Partizana 89-74 hesabı ilə qalib gəlib. Lyon Villerban isə Žalgirisdən 88-79 hesabı ilə üstün olub. İdman TV ilə canlı yayımlanan oyunda Anadolu Efes Sinan Erdem İdman salonunda Tel-Aviv Makkabisini qəbul edib. İlk hissədə daha yaxşı oyun göstərən İstanbul klubu 3-cü periodda rəqibinin ciddi müqaviməti ilə üzləşib. Son hissədə azarkeşlər daha maraqlı mübarizənin şahidi olublar. Maçın son saniyələrində Rodik Bobo və Shane Larkinin sərbəst atışları sayəsində Makkabini 90-88 hesabı ilə məğlub edən Anadolu Efes turnirdə ardıcıl 6-cı qələbəsini qazanaraq play-off zonasına yüksəlib. Hazırki çempion Panathinaikos isə doğma meydanda azarkeşlərini məyus edib. 2 gün əvvəl İstanbulda Fenerbahçe'nin lideri Nigel Hayes-Davis'in son saniyə atışı ilə uduzan Paris, Afina klubuna mövsümdə 12-ci məğlubiyyətini yaşadıb. Hərçənd ki, ilk 3 periodda inamlı çıxışla diqqət çəkən Thiago Spilletti'nin komandası son bölümdə üstünlüyünü əldən verə bilərdi. Amma Paris basketbolçuları oyunun son saniyələrində rəqibin hücumlarının qarşısını kəsə biliblər. Beləliklə Panathinaikosdan 101-98 hesabı ilə üstün olan Fransa təmsilçisi debüt mövsümündə hər iki Yunanistan klubunu səfərdə məğlub edən komanda kimi diqqət mərkəzinə düşüb. Bir gün əvvəl Olympiakosun ardıcıl 3-cü maçında uduzmasından istifadə edən Fenerbahçe isə İstanbulda Baskoniyaya 82-77 hesabı ilə qalib gələrək zirvəyə şərik olub. Fenerbahçe'nin heyətində 17 xal toplayan Nigel Hayes-Davis yenə də komandasının qələbəsində əsas pay sahibi olub. Ötən mövsümün finalçısı Real Madrid isə Belqradda Crvena Zvezdanı 78-72 hesabı ilə məğlub edib. Günün ən gözlənilməz nəticəsi Berlində qeydə alınıb. Virtus Bologna Albanı 108-64 hesabı ilə darmadağın edib. Beləliklə də 32 turdan sonra Fenerbahçe ilə Olympiakos həriyə 22 qələbə ilə ilk 2 pilləni bölüşür. Həriyə 20 qələbə qazanan Panathinaikosla Monaco müvafiq olaraq 3-cü, 4-cü sıralarda qərarlaşıb. Bəli, sujeti də izlədik. Əslində hazırda Avroliqada gedişat, yəni çox maraqlıdır. Mən deyərdim bir Avroliqa izləyicisi olaraq. Mənim özüm də uşaqlıqdan Avroliqa izləyicisiyəm. Məncə əvvəlki illərə baxsaq, yəni belə çəkməli, bu il kimi çəkməli olmamış. Çünki biz cədvələ nəzər yetirsək, 1-lə 2 düzdür, Fenerlə Olympiakos ilk sıraları bölüşüblər. İndi son oyunda Panathinaikosla Monaco oyunu var. Buradan ikisi də eyni xaldır. Məsələn, 5-ci yerdən 10-cu sıraya kimi komandalar hamısı eyni xaldadır və son tur oyunları çox çəkməli olacaq. Və play-off həm play-in üçün. Yəni mənə görə əvvəlki illərə baxanda heç bu qədər çəkməli olmamış. Əslində mübarizə əsasən Olympiakos Fenerbahçe arasında gedir. Düzdür, Monacoda bu siyahıda var idi, amma sonradan nəsə bilməm. Sonradan həm məşqçi dəyişiklikləri oldu. Biraz o yeni məşqçi ilə öz yəni rutinini tutmaq məsələsi tam uyğunlaşmadı, amma sonlara doğru ən son Olympiakosu uddular 3 xalla. Yəni böyük bir qalibiyyət idi bu. Məncə Monacoda. Polad bəy, yəni Olympiakos o heyətlə kifayət qədər də yaxşı heyətlər var. Yəni ola bilər, 3 oyundur ardıcıl məğlub olurlar. Ola bilər bəlkə də Fənər də gəlib saxtalar. Bəli, ola bilər ki, bəlkə cədvələ olduğu sıraya görə biraz rahatlıq ola bilər, çünki garantiləyiblər. İndi olur da komandalarda nə qədər də qalib gəlirsən, o yuxarı pilləni saxlamaq biraz yəni çətin olur. Oyunçu bazasında yəni. Yeri gəlmişkən digər Türkiyə təmsilçisi Anadolu Efesdə artıq 6 oyunluq bir seriya çatıb. Yeni məşqçi gələndə Luka Bonki. Yeni məşqçi gələndə mənim özüm də gözləmirdim ki, həqiqətən də bu onlar belə geri dönüş edə biləcəklər. Səhv eləmirəmsə artıq play-offa düşüb. Bəli, play-off sırasındadılar. Onu deyirəm ki, 5-ci sıradan 10-cu sıraya kimi olan komandalar hamısı eyni xaldadılar. Yəni ən son oyunlar çox rəqabətli olacaq. Səhv eləmirəmsə Efes 6 oyunda 5 qalibiyyət alıb, səhv eləmirəmsə. Yəni Efesdə bir sürpriz gözləyirəm Efes. Və baş məşqçi amili, yəni Tahir bəy,
əyani sübutdur ki, yəni komandanın oyununa necə təsir edə bilər. Yəni Anadolu Efesdə biz bunun şahidi olduq. Çünki bundan əvvəl yəni çox heç də yaxşı çıxış etmirdilər. Bəli, komandanın indi köməkçi baş məşqçi olmuşdu. Adı Serb məşqçisi adını xatırlamıram. Mənim də yadımdan çıxdı. Əslində Tomislav Mijatović. Mijatović. Mənə görə pis məşqçi deyil, çünki uzun illərdir Efes büdcəsində köməkçi məşqçi vəzifəsini göstərir. Həm Engin Atamanla 2 ildə çempion olub, Engin Atamanın köməkçisi olub. Siz baş məşqçi dediniz. O bəzən oyunçularla uyğunlaşma var. Məsələn, yaxşı məşqçi də, yaxşı bildiyimiz məşqçi də gedib hansı komandaya uyğunlaşmaya bilər oyunçular arasında. Uğursuz ola bilər yəni. Və düşünürəm ki, məsələn, Luka Bonci o şeyi oyunçularla o necə deyim, münasibəti daha yaxşı saxlayıb. Amma razılaşaq ki, Polad bəy, yəni indi Avropa liqası olsun, NBA-in özü olsun, yəni burada həm klub rəhbərliyi, eyni zamanda yəni digər amillər də işin içinə daxil olur. Çünki siz uyğunlaşmama məsələsidir. Biz yəni burada məncə heyəti dəyişmə kimi, yəni əllərində maddi olaraq da şeyləri var, bəli. Baxmayaraq ki, Anadolu Efesdə hal-hazırda bir qədər həm o maddi cəhətdən desəm, bu illəri Partizanın büdcəsi daha məncə səhv eləmirəmsə daha çoxdur, nəinki keçən illərə. Amma görürüz ki, Partizan səhv eləmirəmsə 12-ci sırada gedir. Burada da baxsam 12-ci sırada gedir. Yəni istənilən başlarında da ki, bildiyimiz Avropa basketbolunun belə deyək, dünya basketbolunun tanınmış baş məşqçisi var, Zeljko Obradoviç. Bəzən də istədiyin kimi olmur. Tahir bəy, siz yəni oyunları yəqin ki, Avroliqanı izləyirsiniz. Müəyyən nəsə taktiki gedişlərlə bağlı nələrsə götürmək, öz bazanıza daxil etmək, sevdiyiniz, favoriti olduğunuz klub hansısa Yox, əlbəttə hər dəfə alınmır, ancaq baxanda çox şey oradan götürmək olar, ancaq onların oyunçuların səviyyələri çox yüksəkdir və o sürətlər bugünkü gündə düzünü demək lazımdır, bizim çempionatda yoxdur. Çünki demək olar ki, oyun dayanmır. 40 dəqiqənin içində qrafik məsələsi də var başqa, oyunçuların levelları, gücü çox böyükdür. Düzünü desəm, mən həmişə CSKA-dan, CSKA indi CSKA yoxdur. Qayıdacaq ümid edirəm. İnşallah qayıdar. Çünki çox maraq gətirirdi doğrudan da. Rus klubları maraq gətirdilər. Gətirirdi doğrudan. Hər halda yaxşı oyunu göstərdilər. Sizin də vurğuladığınız kimi ümid edək, yəni keçmiş amma bir qədər nostalji kollektivlər var da, hansı ki, onlar da geri gəlsə daha da maraqlı olar və hazırda ümumi oyunlara biz nəzər etsək, yəni sujetdən də gördünüz, Panathinaikos məğlub oldu, Fenerbahçe qalib gəldi Baskonya üzərində. Bəli, Olimpiya Milano, Barselona qarşılaşması var idi ki, bu da maraqlı keçdi. Idi, bəli, çox maraqlı. Rejissorumuz bildirir ki, artıq bizim burada vaxtımız sona çatır. Təəssüflər olsun. Sizə təşəkkürümü bildirirəm. Bir daha təbrik edirəm çempionluq münasibətindən. Ümid edirəm ki, çempionatda da uğurlarınızın davamı gələr, uğurlarsınız. Çox sağ olun. Bəli, əziz basketbol həvəskarları, rebound verilişi, növbəti buraxılışı da sona çatır burada. Yenidən görüşmək ümidi ilə.